Dostlar, hər vaxtınız xeyir olsun. Hər zaman olduğu kimi Gəncə şəhərində ucuz maşınlar bizdə. Bu günlərim sizlərə 2010-un qara 07-sini çəkib paylaşıram. Dəyərli dostum, maşının qiymətini deyirəm və sizlərə problemlərini də deyirəm. Sonra demək ki, demədi. Gözəl qardaşım, 5500 manat 2010-un 07-si. Moz korobka normal. Avqust ayının 23-ü. 5500-ə verdiyim maşının problemləri. Kosmetikasına bax, gözəl qardaşım, çatlayıbdır. Yəni demək ki, Eldəniz qardaşım sənə isə demədi. Kosmetika çatlayıb. Kiloda görürsən, deyəsən ki, götürüb kilonu palavinkə dəyişiblər. 2004-ün kilosunu qoyublar. Bu da boş şeydir. Bunu çıxardırsan, svarkaladırsan olur 2010. Və kosmetikada yüngül problemlər var. Demək olar da belə sürmək də olar, kraskalatmaq da olar. Məsələn, axımı var belə. Amma ki, kirşanı normaldır. Kirşa normaldır, yüngül asfijit lazımdır. Stoykalar yerindədir, bax əzizim. Stoykalar yerindədir, qapı germetikaları budur. Yəni salon da bu vəziyyətdə, gözəl qardaşım. Cəmi qiymət 5500, son qiymət. Salon da səliqəli, problemsiz. Cəmi 5500 manat. Gözəl qardaşım. Sənədlər də qaydasında. Təkərlər də təzə demək olar. Baxırsan ki, bığlarına kimi yerindədir. 5500 manat. Avqust ayının 28-nə qədər vaxtı var. Ünvanımız Gəncə şəhəri. Yarmarkanın yanı, əlaqə nömrə profildə var. Yolunuzu gözləyirəm. 5500-ə 2010-un 07-si kimə lazımdır, gəlsin aparsın. Problemlərini də dedim, kosmetikasında. İnjektordir, bəli. İnjektor olmaqla injektordir, sənədlər də qaydasında.